Salam uşaqlar. Biz bugün sizinlə dərsliyimizin 20, 24, 30 və 31-ci səhifələrini yerinə yetirəcəyik. İlk öncə gəlin Azərbaycan dili ilə başlayaq. Azərbaycan dilimizin birinci sualı. Hekayə xəritəsi nəyə kömək eləyir? Uşaqlar, biz sizinlə hekayə xəritəsini iş dəftərində dəfələrlə işləmişik. Və hekayə xəritəsində nə yazırıq? Mətnin adı, əsas obraz, köməkçi obraz, məkanı, zamanı, mətnin qısa məzmunu və mətnin əsas ideyası. Bax, bu sadaladıqlarımız bizə nəyə kömək eləyir? Əlbəttə ki, mətnin məzmununu qavramağa kömək eləyir. Yəni, mətnə ad seçməyə kömək eləmir. Niyə? Çünki mətnin adı artıq var. Mətnin növünü tapmağa, bunun üçün hekayə xəritəsi ehtiyac deyil. Yəni, mətni oxuyanda biz artıq bilirik ki, bədii mətindir, yoxsa informativ mətindir, elmi mətindir. Mətnin səhifələrin sayını tapmaq üçün də hekayə xəritəsinə ehtiyac yoxdur. İkinci sual. Hansı söz səhv yazılıb? Toz soran, ağac dələn, dəvə quşu, qızılgül. Bizə 4 mürəkkəb isim verilib. Yəni 4 mürəkkəb ad bildirən söz verib. Və mürəkkəb isimlər 2 cür yazılır. Ya bitişik yazılmalıdır, ya da defislə. Amma heç vaxt ayrı yazıla bilməz. Mürəkkəb isimlərdən söhbət gedir. Burada verib bizə toz soran, ağac dələn. Deməli, toz soran düzgündür. Bitişik yazılır. Ağac dələn bitişik yazılır. Qızılgül bitişik yazılır. Dəvə quşu yanlışdır. Bitişik yazılır. Amma burada necə yazılıb? Ayrı. Yadda saxlayın. Dəvə quşu sözü bitişik yazılır. Obrazın xarakterinə aid sözlər hansı bənddə verilmişdir? Obraz, yəni burada şəkildə verilən uşağa aid olan əlamətləri oxuyacağıq. Həkimdir, arıqdır. Arığı götürə bilərik uşaqlar. Çünki şəkildən də görürük ki, uşaq arıqdır. Amma həkim deyil. Qara gözdür, sürücüdür. Qara gözü götürə bilərik. Çünki gözlərini qara görürük. Amma sürücü sözünü götürə bilmərik. Çalışqandır, sevimlidir. Hər ikisini götürürük. Çünki əlində kitab var. Deməli, oxumağı sevir. Çalışqandır. Sevimli sözünü niyə götürürük? Üzündə təbəssüm var. Yəni, ona görə biz deyə bilərik ki, bu uşaq sevimli uşaqdır. Qorxaq, usta sözlərini götürə bilmərik. Çünki bu uşaq usta deyil. Qorxaq olduğunu bilmək üçün də həmin dəqiqə biz qərar verə bilmərik. Müəyyən bir zaman keçməlidir ki, biz bilək, bu uşaq qorxaqdır, yoxsa cəsurdur. Ona görə bu uşağa aid olan, yəni bu obraza aid olan sözlər çalışqan və sevimlidir. Dördüncü sual. Hansı şəklin adı lüğətdə digərlərindən sonda gəlir? Bunu tapmaq üçün ilk öncə bu şəkillər hansı hərflərlə başlayır? O hərfləri müəyyən etməliyik. Velosiped V, raket R, təyyarə T, gəmi G. Əlifba sırasını əzbər bilirik A-dan Z-yə. Və bilirik ki, son 3 hərfimiz V, Y, Z kimi gəlir. Yəni V hərfi əlifbanın 30-cu hərfidir. Özündən sonra da Y və Z hərfləri gəlir. Burada verilən isə R, T, G hərfləridir. Deməli, bu 4 şəklin içində ən sonuncu gələn V hərfi ilə başlayan velosipeddir. 5-ci sual. Hansı bənddə yaxın mənalı əlamət bildirən sözlər verilib? Deməli, həm yaxın mənalı olmalıdır, həm əlamət bildirməlidir. Yaxın mənalı sözləri xatırlayaq. Yazılışı, deyilişi müxtəlif, mənaları eyni və yaxın olan sözlərə yaxın mənalı sözlər və ya sinonimlər deyilir. Deməli, bizdən sinonim istəyir. Əlamət bildirən sözlər də sifətdir. Necə, nə cür, hansı sualına cavab verir? Əlamət və keyfiyyət bildirir. Böyük, kiçik. Əlamət deməli, sifətdir, əlamət bildirən sözdür. Amma yaxın mənalı deyil. Çünki böyük ilə kiçik əks mənalı sözlərdir. Enli, dar. Əlamət bildirən sözlərdir. Amma yaxın mənalı deyil, əks mənalıdır. Kitab, dəftər yaxın mənalı sözlərdir, amma bu dəfə də əlamət bildirmir. Ad bildirən sözlərdir. Düzgün cavab gözəl, qəşəng. Həm əlamət bildirən sözlərdir. Gözəl, necə? Gözəl. Qəşəng, necə? Qəşəng. Və gözəl, qəşəng bir-birini əvəz edən yaxın mənalı sözlərdir. 6-cı sualla davam edirik. İkinci hecası saitlə başlayan sözü göstərin. İlk öncə biz bu sözləri hecalara ayıraq. Armud, dəvə, dəniz,
Maaş. Sözləri hecalara ayırdıq və bizdən hansı hecanı istəyir? İkinci heca. İkinci hecaların altından xətt çəkdik. Və baxaq görək, bu ikinci hecalar hansı saitlə başlayır? Mut hecası m samitdir. Və hecası v samitdir. Nis hecası n samitdir. Aş hecası a saitdir. Deməli, düzgün cavab D variantıdır. 7-ci sual. Aşağıdakı cümlədə neçə sözdə ahəng qanunu pozulub? Ahəng qanunu pozulub. Gəlin ahəng qanunu yadımıza salaq. Sözdəki qalın və incə saitlərin bir-birini izləməsi qanuna ahəng qanunu deyilir. Yəni, o sözdə ya hamısı qalın olmalıdır, A, I, O, U. Ya da hamısı incə olmalıdır. E, Ə, İ, Ö, Ü. İndi bu cümlədə ahəng qanuna tabi olmayan sözləri tapmalıyıq. Tarix sözü ahəng qanuna tabi deyil. Çünki orada A qalındır, İ incədir. Kitab sözündə də kitabları ahəng qanuna tabi deyil. Çünki İ incədir, A-la I qalındır. Oxumaq sözü ahəng qanuna tabidir, bütün saitlər qalındır. Sevirəm sözü ahəng qanuna tabidir, bütün saitlər incədir. Bir hecalı sözü isə ahəng qanununa görə müqayisə edə bilmirik. Çünki ikinci sait olmalıdır ki, biz müqayisəni apara bilək. İndi neçə söz ahəng qanuna tabi olmadı? 2 söz. A bəndini götürdük. 8-ci sual. Hansı sözlər düzgün yazılıb? 8 sözünü özümüz yazaq. 8. 2 dənə Q. Amma bura G verib. Şair sözü. Şair. Y yoxdur ki, amma burada Y verib. Usta Polad. Elə düzgün variant budur. Amma yenə də gəlin o bir sözlərin səhvlərini tapaq. Tokka. Yəni kəmər. 2 Q ilə yazılır. Burada K verib. Külək. Sonda K'dır. Amma burada Y verib. İnək. Sonda K'dır. Burada Y verib. Ağacı. Sonda C'dır. Burada ama Ç verib. Düzgün cavab elə B bəndi idi. Sözlərdən biri fərqlidir. Sürü, ilxı, naxır, qoyun. Sürü, ilxı, naxır uşaqlar toplu isimlərdir. Sürü çoxlu qoyunu bildirir. Toplu isimdir. İlxı toplu isimdir. Çoxlu atı bildirir. Naxır toplu isimdir. Malqaranı, çoxlu malqaranı bildirir. Deməli bu üçü də çoxluq bildirir. Amma qoyun bir qoyundan söhbət gedir. Ona görə fərqli olan da budur. Yəni A, B, C də toplu isimlərdir. D-də isə tək isimdir. Azərbaycan dilinin sonuncu sualı. Hansı cümlədə forma bildirən söz işlənmişdir? Uşaqlar biz demişdik ki, əlamət bildirən sözlər forma, ölçü, rəng, dad kimi əlamətləri bildirə bilər və keyfiyyətləri bildirə bilər. Bizdə buradan forma istəyir. Forma nə ola bilər? Oval, dairəvi, dörd bucaq, kvadrat, üç bucaq, əyri, düz. Yəni bu sözlər forma bildirir. Və elə ilk öncə də elə A bəndində həmin əyri sözünü görürük. Əyri yol işimizi çətinləşdirdi. Necə yol? Əyri yol. Azərbaycan dilinin 10 sualını yerinə yetirdik. Keçirik riyaziyyata. Riyaziyyatda misalları həll etdikcə doğru cavabların üzərinə xətt çəkin. Bunu keçən səfər demişdik. Xətt də çəkə bilərsiniz, rəngləyə də bilərsiniz. Amma məsləhət budur ki, hal-hazırda videonu saxlayırsınız. Misalları özünüz yerinə yetirirsiniz. Sonra mənimlə birgə bu misalları yoxlayırsınız. %65 45'i özü vermişti. Buna göre biz olmayandan devam edeyik. 86 çıx 6 80 74 çıx 2 72 97 çıx 2 95 32 çıx 5 27 71 çıx 8 63 63 devam edirik. 45 çıx 9 36 36'ın üstünə 7 43 24 üstə gəl 39 63
63'dən 18 çıxırıq. 45. Otuz dörd çıx 4. 30. 30'un üstüne 67. 97. 92 çıx 84. 8. 8'in üstüne 3. 11. 80 çıx 40. 40. 40 çıx 24. 16. 20 üstə gəl 54. 74. 74 çıx 4. 70. 30 çıx 13. 17. 17'nin üstüne 5. 22. 15 üstə gəl 5. 20. 20'dən 12 çıxırıq. 8. 97 çıx 54. 7'dən 4. 3. 9'dan 5. 4. Edir 43. 43'ün üstüne 7. 50. 41 çıx 1. 40. 40'dan 7 çıxırıq. 33. 63 üstə gəl 2. 65. 65'dən 9 çıxırıq. 56. 97 çıx 74. 7'dən 4. 3. 9'dan 7. 2. 23. 23'ün üstüne 8 gəlirik. 31. 70 çıx 6. 64. 64'ün üstüne 4. 68. 44 çıx 18. 4'dən 8 çıxmaq olmur. 14'dən 8 çıxacaq. 6. Burada da 3 qalır. 3'dən 1. 2. 26'ın üstüne 2 eləyir 28. 93 çıx 40. 3'dən 0. 3. 9'dan 4. 5. Elədi 53. 53'ün üstüne 25. 78. 38 üstə gəl 16. Eləyir 54. 54'dən də 13 çıxırıq. 41. Tapşırıqlarımızı yerinə yetirdik. Və sonra burada 2 tanesi qalıb. 29 çıx 9. 20. 63 çıx 6. 3'dən 6 çıxmaq olmur. 6'dan pay götürəcəyik. 5 qalacaq. 13'dən 6. 7. O da edir 5. 57. Misallarımızı tam yerinə yetirdik. Və sonra burada alınan cavabları aşağıdakı xanalardan rəngli edə bilərik, sil edə bilərik. Məsəl üçün burada verib bizə neçə? 57. 57 cavabını baxaq görək varmı? Artıq özü silib. Davam edirik həyat bilgisi ilə. Birinci sual. Verilənlərdən hansı xarici əlamət? Xarici əlaməti biz gözlə görürük. Amma daxil əlamətləri gözlə görə bilmirik. Futbol oynamaq, hündür boy olmaq, mahnı oxumaq, tar çalmaq. Burada xarici əlamət uşaqlar budur. Hündür boy olmaq. Çünki birinə baxanda onun hündür boy olduğunu görə bilirik. Digərlərində isə ümumiyyətlə əlamət bildirən söz yoxdur. Kim nəzakət qaydalarına əməl etmir, yəni düzgün hərəkət etmir, belə deyək. Danışana diqqətlə qulaq asıram, doğru hərəkət edirik. Sakit səslə danışıram, doğru hərəkət edirik. Kobudluq edənə nəzakətlə xəbərdarlıq edirəm, bu da doğru hərəkət edir. Yanlış hərəkətimiz B-dədir uşaqlar. Danışanın sözünü kəsib öz sözümü deyirəm. Bu yanlış hərəkətdir. Hər zaman gözləməliyik ki, qarşımızdakı insan öz sözünü desin, bitirsin, sonra biz öz sözümüzü deyək. Yəni, başqasının sözünü kəsmək olmaz. İnsan üçün qiymətli nemətdir. Nə? Sağlamlıq, xəstəlik, yuxu, geyim. Xəstəliyi ilə bir başdan buradan silirik. Yerdə qalır sağlamlıq, yuxu, geyim. Yuxudur, geyimdir, insan üçün vacib amildir. Yəni vacibdir. İnsan yatmalıdır, yuxusunu almalıdır ki, gümrah ola bilsin. Düzgün geyinməlidir ki, xəstələnməsin. Amma ən
qiymətli nemət onun sağlamlığıdır. Hətta birinə ad günündə ya xoş günlərində hansı duanı edirik? Allah sənə can sağlığı versin. Yəni ən birinci arzuladığımız arzu can sağlığıdır. Dövləti hər yerdə təmsil edən birinci şəxs kimdir? Uşaqlar, hər bir Azərbaycan vətəndaşı dövlətini digər dövlətlərdə təmsil edir. Amma sualda nədir? Dövləti hər yerdə təmsil edən birinci şəxs kimdir? Əlbəttə ki, direktor, müəllim, hakim, prezident variantların arasında nəyi seçirik? Prezidenti. Çünki dövləti təmsil edən ən birinci şəxs prezidentdir. Hansı hüququmuz bizə xəstəlikdən pulsuz xidmət almaq imkanı verir? Hüquqlar və vəzifələr dərsində bunu keçmişdik. Sizin təhsil almaq hüququnuz var, sizin müayinə olunmaq hüququnuz var, sizin istirahət etmək hüququnuz var. Bizdən də tibbi xidmət də istəyir. Tibbi xidmət sağlamlıq hüququna aiddir. Yəni təhsil, istirahət, fikir bildirmək hüququna aid deyil. Sağlam olmaq hüququna aiddir. Altıncı sual. Heyvan mənşəli qidanı seçin. Qidalarımız bitki də ola bilər, heyvan mənşəli də ola bilər. İndi biz buradan heyvan mənşəlini tapırıq. Pomidor deyil, torpaqdan alırıq. Çiyələyi torpaqdan alırıq. Sarımsağı torpaqdan alırıq. Amma yumurtanı bizə hansı heyvan verir? Toyuq verir. Ona görə heyvan mənşəli də yumurtadır. Aşağıdakilərdən hansı insana ucalıq gətirən xüsusiyyətdir? Ucalıq gətirən, yəni insana müsbət rəy gətirir. Yəni o insanın yaxşı olduğunu deyir, ucalıq gətirən. Paxıllıq yaxşı hərəkət deyil. Yaltaqlıq yaxşı hərəkət deyil. Tənbəllik yaxşı hərəkət deyil. Mərhəmətlik yaxşı hərəkətdir və hər bir insana ucalıq gətirir. Kimə təbiətin dostu demək olar? Ana təbiətin uşaqlara məktubu mövzusunda da keçmişdik. Təbiətin dostları mövzusunda da keçmişdik. Təbiəti sevənlər komandası mətnində də bunu keçmişdik. Əgər biz təbiətin dostuyuqsa, biz təbiəti sevməliyik, təbiəti qorumalıyıq və təbiətin qayğısına qalmalıyıq. Bax, bu sevmək deməkdir. Ovçulara mümkün deyil, çünki ovçu heyvanları öldürür. Heyvan da bir təbiətin növüdür, yəni təbiətin bir hissəsidir. Quşların yuvasını dağıdan mümkün deyil. Yerdə qalır quşlara yuva düzəldənlərə və quşların səsini sevənlərə. Biz quşları yuva düzəldənlərə götürəcəyik. Çünki quşlar təbiətin bir hissəsidir və biz təbiətin qayğısına qalmış oluruq. Yəni quşların qayğısına qalmaqla təbiətin də qayğısına qalmış oluruq və o zaman biz təbiətin dostu oluruq. Piyadaların hərəkəti qadağandır. Nişanlı seçin. Qadağandır, yəni piyada oradan keçə bilməz. A. Yerüstü keçidi bildirir. C. Yeraltı keçidi bildirir. D. Yol üzərindəki piyada keçidini bildirir. B isə qadağan işarəsini bildirir. Yəni buradan piyada keçə bilməz və bu işarələr uşaqlar adətən haralarda olur? Yüksək sürətli olan yollarda. Bu işarə qoyulur ki, buradan piyada keçə bilməz. Ya da təhlükə olan yerlərdə qoyulur bu işarə. Həyat bilgisinin sonuncu sualı. Bitkinin hansı hissəsi günəşin işığı və havadan istifadə edərək qida hazırlayır? Biz bunu dərsdə fotosintez prosesi ilə də izah eləmişdik və bizə kömək eləyən hissə nə idi? Yarpaq. Yarpaq həm günəşin işığını, həm havanı özünə çəkir və bütün bitkiyə ötürür. Düzgün cavab C bəndi. Məntiq dərsinə keçək. Deməli, məntiqin birinci sualı. Hansı fərqlidir? Aydan, ayla, aydın, aynur. Dördü də adam adıdır və dördü də baxın uşaqlar, ay ilə başlayıb. Ay heycası ilə daha doğrusu. Aydan qız adıdır. Ayla qız adıdır. Aynur qız adıdır. Amma aydın nə adıdır? Oğlan adı. 3 qız, 1 oğlan. Əlbəttə ki, oğlan burada artıqdır. İkinci sual. Sual işarəsini müəyyən edin. Uşaqlar, siz məntiqi mükəmməl şəkildə bilmək istəyirsinizsə, ilk öncə riyazi bacarıqları mükəmməlləşdirməlisiniz. Yəni, toplama, çıxma, vurma, bölməni tam mükəmməl şəkildə bilməlisiniz ki, məntiqə baxan kimi biləsiniz, burada söhbət nədən gedir. Məsələn, 8-in üstünə 7, 15, 10-un üstünə 5, 15. Yəni, mən baxan kimi bunu gördüm. Üst
cavabla alt cavab bir-birinə bərabərdir. İndi gəlin bunu üçüncüdə yoxlayaq. 2-də yoxlaya bilməyəcəyik çünki 2-də sual var. 24-ün üstünə 13, 37, 18-in üstünə 9, 37. Burada da üst cavab, alt cavabı bərabərdir. Deməli, məntiqimiz doğrudur. İndi 32-in üstünə 42 gəlirik. 74. Deməli, aşağı da olacaq 74. İndi sualı tapmaq üçün nə edirik? Toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Yəni 74-dən 28-i çıxırıq. 4-dən 8 çıxmaq olmur. 7-dən pay götürürük. 6. 4-ə pay veririk. 14. 14-dən 8 çıxırıq. 6. 6-dan da 2 çıxırıq. 4. Cavab elədir. 46. Fərqli sözü tapın. Bəbir, aslan, ceyran, tülkü. 4'ü də heyvandır. Amma bunların fərqi var. Bəbir ət yeyən heyvandır. Aslan ət yeyən heyvandır. Tülkü də ət yeyən heyvandır. Amma ceyran ət yeyən yox, ot yeyən heyvandır. Və biz bilirik ki, ət yeyən heyvanlar yırtıcı heyvanlardır. Ona görə uşaqlar, burada artıq olan hansıdır? Fərqli olan hansıdır? Ceyrandır. 4. Sual işarəsinin yerində hansı ədəd olmalıdır? Yenə də riyazi bacarıqlar. 12 ilə 14 26 olub. Burada məntiq nədir? Toplama. 12-ün üstünə 14 26. 19-un üstünə 15 34. Düzgün olur? Olur. Deməli, məntiqimiz də düzgündür. 21 üstünə 19 gəlirik. 1-in üstünə 9, 10, 0 yazdıq. 1 yadda. 2-nin üstünə 1, 3, 1 də yadda 4. Cavab neynədir? 40. 5-ci sual. Biri dairədir, biri kvadratdır. Biri dairədir, biri kvadratdır. Deməli, burada ardıcıllıq birdən bir gedəcək. Və buradakı məntiqi sizə izah edeyim. 2 dairənin ortasındakı kvadrat onun cəmidir. 6'nın üstünə 2, 8. 2'nin üstünə 9, 11. 9'un üstünə 3 neçə eləyəcək? 12. Altıncı sual. Bu məntiqlərdə 2 cür məntiqi var. Ya saat əqrəb istiqamətində gedəcək, ya da qarşı-qarşıya. İndi ilk öncə gəlin saat əqrəb istiqamətində gedək. 2 olub 6. Üstə gəl 4. 6 oldu 4. Çıx 2. 4 oldu 8. Üstə gəl 4. 8 oldu 6. Çıx 2. 6 oldu 10. Üstə gəl 4. 10 oldu 8. Çıx 2. Üstə 4 çıx 2. Üstə 4 çıx 2. Üstə 4 çıx 2. Deməli burada düşəcək üstə 4. 8'in üstünə 4 eləyir 12. İndi qarşı-qarşıya məntiqini yoxlayaq uşaqlar. Qələmin rəngini dəyişək. 2 olub 6. Üstə 4 məntiqi ilə gedək. 2'nin üstünə 4, 6. 6'nın üstünə 4, 10. 4'ün üstünə 4, 8. Deməli, bunlar da qarşı tərəflərinin üzərinə 4 gələndə o biri ədəd alınır. İndi 8'in üstünə 4 gələndə eləyir 12. Yəni, burada da cavab elə eləyir 12. Yəni, bu misalda 2 dənə məntiqin ikisini də irəli sürmək olar. 7-ci sual. 1 olub 4. Artıb yoxsa azalıb? Artıb. Üstə gəl yazdıq. Nə qədər artıb? 3. 4 olub 7. Bu da 3 artıb. 7 olub 10. Bu da 3 artıb. Ondan sonra sualdır. İndi baxın, əvvəlkilər əgər 3 vahid artıbsa, deməli bunlar da 3 vahid artacaq. 3 vahid artırdıq. Yoxlayaq. Onun üstünə 3. Neynir? 13. 13'ün üstünə də 3, 16. Düzgün həll etdik. İndi sual işarəsinin yerinə nə yazdıq uşaqlar? 13. 7-cidə deməli bəndini götürdük. 8-ci sual. Demişik burada adətən birinci başlayırıq nədən? Figurların tərəflərinin ya da bucaqlarının sayından. 5 bucaq, üstə gəl 3 bucaq. Eləyir 8. 3, burada da 4'dür. 3 üstünə 4, 7. Düz alındı mı? Deməli düz düşünürük. 3, üstə gəl 4, üstə gəl 5. 3'ün üstünə 4, 7. 7'nin üstünə 5 eləyir 12.
Ardıcıllığı tamamlayın. Banan, armud, gilas. Üçü də meyvədir, düzdür? Deməli, bizə meyvə lazım olacaq. Nərgiz çiçəkdir. Çinar ağacdır. Pomidor tərəvəzdir. Ananas meyvədir. Ona görə də düzgün cavab elə ananasdır. Və məntiqin sonuncu sualı və bugünün də sonuncu sualı. Sual işarəsinin yerində hansı ədəd olmalıdır? Baxın uşaqlar. 4 ilə 6-nı toplayanda neçə eləyir? 10. 6 ilə 2-ni toplayanda 8. 2 ilə 8-i toplayaq 10. 8 ilə 10-u toplayaq 18. 10 ilə 12-ni toplayaq 22. Sona qədər məntiqimiz düz gəldi. Deməli, düz düşünürük. 12-nin üstünə 9 gəlir. Neçə eləyəcək? 21. O da var C bəndində. Ümid edirəm ki, bütün sualları başa düşdünüz. Yeni də deyirəm, kim hansı sualı başa düşməsə ya da aydın olmasa, şərh bölməsinə ya da şəxsimə yaza bilər.